Deməli, bizə düzbucaqlı, üçbucaqda hipotenuza və katetin biri verilib, digər katet verilməyib. Biz digər kateti tapaq. Deməli, AC bərabərdir. Kök altına 15-in kvadratı çıxaq. 12-nin kvadratı. AC buradan da 9 olur. Bir də ki, burada üçbucaqların oxşarlığını istifadə edəcəyik. Biz AD-yə burada 9x yaza bilərik. Çünki DC x olduğundan, AC ümumi 9 olduğundan. Biz C bucağına alfa deyək, B bucağına beta desək, onda YDC bucağı da beta olmuş olur. Çünki ikisinin cəmi 90 olduğu üçün. O bucağa da beta qalır. Onda burada üç bucaqların oxşarlığını istifadə edərək yaza bilərik ki, yəni bax kiçik üç bucaqda 90 dərəcənin qabağındakı hissə x-in böyük üç bucaqda 90 dərəcənin qabağındakı hissəyə, yəni 15-ə nisbəti bərabərdir kiçik üç bucaqda betanın qabağındakı hissənin, yəni YC-nin 3-ün, yəni böyük bucaqda betanın qabağındakı hissənin, yəni AC kateti, onda 9 tapdıq. Nisbəti buradan x-i tapsaq, x alınır 5.